Dostlar, biz bugün sizinle 4. sınıf İngilis dili Happy Campus kitabında səhifə 10'a baxacağıq. İndi oxuyuruq. Unit 1, Listen 1, bölmə 1, dərs 1. Listen Z Echo. Dinləyin və səsləndirin. 10, 10, 20, 20, 30, 40, 40, 40, 50, 50, 60, 60, 70, 70, 80, 80, 90, 100, 100 və yaxud 800 də deyə bilərik. İndi keçirik ikinci tapşırığımıza. Listen and say. Dinləyin və deyin. Young and old. Cavan yoxsa yaşlı? How old is she? Onun neçə yaşı var? 30, 40, 50, 30, 40, 50. How old is he? Onun neçə yaşı var? 30, 40, 50, 30, 40, 50. İndi burada oxuyuruq dostlar. She's 35. Onun 35 yaşı var. She's 72. Onun 72 yaşı var. 72 yaşı var. Young and old. Cavan yoxsa yaşlı? She's 10. She's 10. Onun 10 yaşı var. 10 yaş cavan deməkdir dostlar. Onun üçün bunu qoyuruq yanga. Cavan. She's 20. Onun 20 yaşı var. 20 isə cavan deməkdir. Onun üçün onu da qoyuruq yanga. He's 99. 99. Onun 99 yaşı var. Uşaqlar, burada gördüyünüz kimi she's deyir, yəni qadın deməkdir. Burada isə she's qadın deməkdir. He oğlan kişi cinsi deməkdir. Burada da he var. Gördüyünüz kimi he, she, it. It orta cins deməkdir. He kişi cinsi və yaxud oğlan cinsi. She isə qadın və yaxud qız cinsi deməkdir. İndi oxuyaq. He's 99. Onun 99 yaşı var. Onun üçün bu yaşlıdır. Onun üçün qoyacağıq olda. He's 67. Yəni onun 68 yaşı var. Onun üçün bunu qoyacağıq. 68 isə qoca deməkdir. Qoca götürürük. Bunu onun üçün qoyacağıq olda. Qrammatikə baxaq. How old is she? Onun neçə yaşı var? She's 10. Onun 10 yaşı var. 10 yaşı var. How old is he? Onun neçə yaşı var? He's 99. Onun 99 yaşı var. 4-ə baxırıq, 4-cü tapşırığa. Read and point the answer. Oxuyun, göstərin və cavab verin. How old is he? Onun neçə yaşı var? Burada he dediği üçün bilirik ki, burada oğlan deməkdir. He's 30. Onun 30 yaşı var. He's oğlan deməkdir. Onun üçün buradan seçirik oğlanı. Bunun da 30 yaşı ola bilərdi, amma burada she desəydi bunu seçə bilərdik. Onun üçün bunu seçirik. How old is she? Onun neçə yaşı var? She's 70. Onun 70 yaşı var. 70 yaşı var. Burada gördüyünüz kimi bayaq dedim she qadın cinsidir. Onun üçün seçəcəyik bunu. Qadın budur. Çünki burada nənədir? Sizə dedim qadın və yaxud qız. Burada qadındır. Onun üçün bu kişidir. Onun üçün bunu seçirik. How old is he? Onun neçə yaşı var? He's 88. Onun 88 yaşı var. Burada he dediği üçün seçirik oğlanı. Burada nənədir? Sadəcə gözlərini biraz qısıb videoda görünmür. Onun üçün seçirik bu kişini. İndi baxırıq səhifə 11-ə. Görək ki, nə deyir. Evet. 11'də sonuncusuna baxırıq. Görək nə deyir. 6'ya baxırıq. 6-cı tapşırığa. Page 4-5 silk book. Bu demək istəyir ki, yəni page 4-5'ə. Sağ olun dostlar, gələn dəfəyə görüşərik.